Deməli, yoldaşlar, bugünkü dərsimiz nuklein turşularıdır. Nuklein turşuları niyə görə belə adlandırılıb? İlk dəfə nuklein turşuları hüceyrənin nüvəsində tapılmışdır və buna görə onu nuklein turşuları adlandırmışlar. Nukleus nüvə deməkdir. Amma sonradan məlum olub ki, nuklein turşuları əslində tək nüvədə deyil, həmçinin hüceyrənin mitoxondrisində, plastidlərində və sitoplazmasında da nuklein turşularına rast gəlmək mümkündür. Nuklein turşuları biopolimerlərdir. Onların monomerləri nukleotidlərdir. Nuklein turşuları ümumiyyətlə iki cür olur. DNT və RNT, yəni dezoksiribonuklein turşusu və ribonuklein turşusu. DNT nuklein turşusu iki zəncirli olur. Bir-birinə sarılmış iki zəncirdən ibarət olur. RNT isə bir zəncirli olur. Və DNT-də bu zəncirlər bir-biri ilə azot əsası olan hissədən birləşirlər və qarşı-qarşıya yerləşirlər. Aralarında 2 qat və 3 qat hidrogen rabitələri yaranır. Gəlin indi bir nukleotidin quruluşuna baxaq. Nukleotid özü 3 tərkib hissədən ibarətdir. Azot əsası, karbohidrat və ortofosfat turşusu qalığı. Biz bunu sadə olaraq bu şəkildə yazırıq bioloqlar. Amma unutmayaq ki, bunlar mürəkkəb üzvü maddələrdir və onların formulları budur. Məsələn, bu sitozin nukleotidinin kimyəvi formuludur. Nuklein turşuları ümumiyyətlə iki cür olur. DNT və RNT, yəni dezoksiribonuklein turşusu və ribonuklein turşusu. DNT nukleotidindən başlayaq. Uşaqlar, DNT nukleotidi, baxın, 3 hissədən ibarətdir. Birinci hissə azot əsasıdır. Azot əsası DNT-də 4 dənə ola bilər. Adenin, timin, guanin, sitozin. İkinci hissə karbohidratdır. Karbohidrat DNT-də dezoksiribozadır. Dezoksiriboza. Ortofosfat turşusu hər ikisində eynidir. H3PO4. Bu qalıq olduğuna görə bunu H2 yazırıq. Ortofosfat turşusu qalıq olduğuna görə. H2PO4. İndi burada gördüyünüz karbohidrat bu ribozadır. Dezoksiriboza olanda bax buradan bir dənə oksigen silinir. Bunun yerinə sadəcə hidrogen var. Buna deyilir DNT. Bu olur artıq DNT nukleotidi. DNT-dəki sitozin nukleotidi. Bunun RNT-dəkindən tək fərqi odur ki, burada bir dənə oksigen yoxdur. İkinci karbohidratın ikinci karbon atomunda bir dənə oksigen yoxdur və o dezoksiriboza olur. Əgər oksigen olsaydı, riboza olacaqdı. Bu DNT-nin quruluşu və RNT-də isə azot əsası yerində adenin, urasil, guanin və sitozin olur. Karbohidrat hissəsi riboza olur. Riboza olarkən burada O artırmaq lazımdır. Ortofosfat turşusu qalığı isə yenə də eynidir. H2PO4 mənfi. Vəssalam. Nukleotidin quruluşu budur. Ortofosfat turşusunu çıxaraq bunların ikisi birlikdə adlanır nukleozid. Şəkər və azot əsası birlikdə nukleozid adlanır. Deməli uşaqlar, RNT-nin 3 növü vardır. Əslində RNT-nin növləri çoxdur. Amma biz RNT-nin burada 3 növünü öyrənirik. Məlumat RNT-si, nəqliyyat RNT-si və ribosom RNT-si. Məlumat RNT-si DNT-dən məlumatı, yəni zülalın quruluşu haqqındakı məlumatı ribosoma gətirir. Niyə ribosoma gətirir? Çünki zülal ribosomda sintez olunur. Nəqliyyat RNT-si sitoplazmada olan amin turşularını özünə birləşdirərək ribosoma gətirir. Ribosomda məlumat RNT-sinin məlumatı əsasında müəyyən ardıcıllıqla amin turşular düzülür. Ribosom RNT-si isə ribosomun tərkib hissəsidir.